Salam, sabahınız xeyir olsun. 25 mart 2026-cı il tarixidir. Yaz fəslinin Şəvval ayının 6-cı günüdür və Şəvval ayının, eləcə də yaz fəslinin ilk həftəsinin ilk 3-cü çərşənbə günüdür. Şəvval ayında da kimlər niyyət edib oruç tutmuşlar, Allah niyyətlərini, oruçlarını qəbul etsin deyirəm. Və arzularına çatsınlar. Amin inşallah. 25 mart günündə kimlər işləri arxasınca gedir, evdə işləyir, evdarlığı ilə məşğuldur və yaxud da getmişlər işləri arxasınca, onların hər birinə can sağlığı, iş abadlığı arzu edirəm. Və bununla yanaşı isə 25 mart günündə tətil günü olmağına baxmayaraq təhsili ilə məşğul olan məktəblilər, eləcə də orta ixtisas, ali məktəb tələbələrinə can sağlığı, iş abadlığı, zehin açıqlığı arzularım qarşılarına qoyduqları məqsədə çataraq həm Azərbaycan Respublikası üçün, həm də bütün dünya üçün faydalı, əhəmiyyətli kadrlar kimi yetişmələrini arzu edirəm. Bununla yanaşı 25 mart günündə kimlərin rəhmətə gedənləri var, Allahdan rəhmət, səbir diləyirəm. 25 mart günündə kimlərin xəstələri var, can sağlığı, şəfa diləyirəm. 25 mart günündə demək, həm də qazilərimizə can sağlığı diləyirəm. Tezliklə şəfa tapmalarını diləyirəm. Bütün şəhid ailələrini, qazi ailələrini salamlayıram, can sağlığı arzulayıram onlara. Allahdan bütün şəhidlərimizə rəhmət diləyirəm. Bununla yanaşı isə demək, həm şəhid ailələrini, həm qazi ailələrini, o cümlədən həm də mən demək, Azərbaycan ordusunu salamlayıram və bu günlərinin xeyirli uğurlu keçməsini arzu edirəm. Eləcə də 25 mart günündə kimlər ad gününü, şad gününü, xoş gününü qeyd edir, hər birini təbrik edirəm, hər birinə can sağlığı, bu yeni yaşlarının onlara düşərli olmasını arzu edirəm. Və 25 mart günündə isə demək, bu gün havasına görə, yəni bugünün necə keçəcəyi məhz qış fəslindən xəbər verir. 25 mart günündə tarixi günlər vardı. 25 mart günündə, demək, 1306-cı ildə Robert Bruce, demək, Şotlandiyanın kralı olduğu gündür. 25 mart 1655-ci ildə isə Saturnun ən böyük peyki olan, demək, Titan Christian Huygens tərəfindən aşkar edildiyi gündür. 25 mart demək, 1821-ci ildə isə Yunanistan Osmanlı İmperiyasından müstəqilliyini elan etdiyi gündür. 25 mart 1899-cu ildə isə Moskvada ilk tramvay işə düşdüyü gündür. 25 mart günündə demək, 1918-ci ildə Belarusiya Xalq Cümhuriyyəti qurulduğu gündür. 25 mart 1947-ci ildə isə Lyonusda şaxtada baş verən partlayışda 111 nəfər həyatını itirdiyi gündür. Dinlədiyiniz üçün təşəkkür edirəm.